Peyğəmbərimiz sallallahu bu günləri fürsət kimi qiymətləndirirdi. Rəcəb Allahın müqəddəs ayıdır. Şaban isə Ramazana yaxınlaşmaq üçün qəlbi və əməlləri təmizləmək zamanıdır. Ağa müəllim, 3 ayların hər birinin özünə məxsus xüsusiyyətləri hansılardır? Değerli seyircimiz, əslində aylar Allahın ayları, zaman onun, kainat onun, mülk onun, hətta bədənimiz Allahın mülküdür. Ruhumuz belə nəfəxa min ruhihi, onun üfürdüyü ruh. İnsanın hiçbir şey yok bu hayatta. Sadece insan bilməlidir ki, bu dünya həyatına yaradan itirilmiş cənnəti yeniden qazanmaq üçün bizə fürsət verir və bizi insan yaradıb. Laqad xalaqnal insana fi ahsani takvim. Bu ali şəkildə və əhsəni takvim zirvəsində yaranmış insandan Allah ayrı bir şeyler istəyir. Çünkü sənətkar bu sənət əsərini daha gözəl görmək istəyir. Odur ki, zaman zaman müəyyən zamanların içərisində Rəbbimiz qulundan bir iltifat gözləyir, yönəliş gözləyir. Və xüsusən bu mübarək aylarda ifadə elədiyiniz kimi bir vasitədir. Və insanı oyandırmaq, ayıltmaq və bir qəlb ayıldığı zaman əslində mahiyyətinə varır. Düşünün, bir gözəl yurda gedirsiniz, ama insan mürgülüye gedir. Adam həcce gedir, həcc yolunda mürgülüye gedir. Ramazan gelir, mürgülüye. Yani onun lezzetini, feyzini, gözəlliklərini ala bilmir. Bu hayat yolu da belədir. İnsan, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدٍ deyir Kur'an-ı Kerim. Biz insanı çetinlikte yarattık. Çetinliği içerisinde. Aslında bak, biz bu ayların içerisinde öz rengimize, öz boyamıza dönürük. Recep ayı. Recep ayının aslında bağrında 2 mübarək gecə var. Hər halda birinə rəğaib, rəğbətlər, istəklər gecəsi deyilir. Rəcəb ayının ilk həftəsinin, əslində o cümə axşamında, o cüməsini xatırladır. Cümə də cəmləmək, bir araya getirmək, insanın əslində o bədən ölkəsinin, ruh dövlətinin, o iç aləminin bir araya gəlməsi, rəğbətim nədir, nə istəyirəm mən? Siz bayaq təqdimatda nefisle bağlı bir cümle söylədiniz. Aslında insan özüne dönmesi için, insan özüne yönelmesi için ruhunu terbiye ihtiyaç var. Əqlini terbiye ihtiyaç var. Nefsini, duygularını terbiye ihtiyaç var. Çünkü terbiye ne demektir? Rəbbi tanımaqdır. Mərifətdə dərinləşməkdir. İnsanın dərinləşməsi əslində Allah'a yaxınlaşması deməkdir. Ne üçün? Kur'an-ı Kerimdə uca yaradan deyir ki, وَنَحْنُ أَقْرَبْ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ. Deyir ki, biz ona şah damarından daha yaxınıq. Əslində Rəcəb ayının xüsusiyyəti, xisləti, Rəcəb ayının ruhu bizi tetikləyir ki, Rəbbə dön. Bu qədər kirli, bu qədər günah, bu qədər haram, bu qədər yanlış işlərin içərisində niye çabalayırsan? Axı sən insansan, yeryüzünün xəlifəsisən, kainat sarayının əziz qonağısan. Rəbbim səndən bir şeyler istəyir. Ve insanın ayılması, oyanması, o diriliş ruhu ile iç alemine, mana dünyasına enmesi əslində bizden daha yakın olan, bize şahmat damarımızdan daha yakın olan uca Rəbbin karşısında əslində səcdə halına gelmektir. Bu bizi babamıza götürür, kökümüze götürür. Səcdədən seyre giden bir yoldur bu əslində. Odur ki, Rəcəb ayı, bəli, rəğaib gecəsi ilə bizi meyraca götürür. Meyrac gecəsi var. Buna Beysət də əslində həmin gecənin içərisində bir Beysət gecəmiz də var. İsimləri fərqlidir, adları fərqli. Yəqin ki, zaman olar bununla bağlı görüşlər yəqin ki, sərgilənəcək verilişlərinizdə. Hər halda biz Rəcəbi belə tanıyaq ki, Rəcəbin üzərindən keçib biz Şaban ayına keçirik və Şabanın öz gözəlliyi və Ramazanın da öz özəlliyi var.